Salam, həyatımızı dəyişən insanlar kanalına xoş gəlmisiniz. Bugün sizə Azərbaycan tarixində silinməz iz qoymuş bir şəxsiyyət Məhəmməd Əmin Rəsulzadədən danışacağam. Onun adı müstəqilliyimizin simvoludur. Bir kərə yüksələn bayraq bir daha enməz deyən bu insan kim idi? Gəlin birlikdə araşdıraq. Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində ziyalı bir ailədə dünyaya gəlmişdi. Atası əkinçi idi, amma ailədə oxumağa, elmə böyük önəm verilirdi. O əvvəlcə mollaxanada, daha sonra Bakı Texniki Məktəbində təhsil aldı. Ətrafında baş verən haqsızlıqlar onu hələ gənc yaşlarından narahat etməyə başlamışdı. 1902-ci ildə Müsəlman Gənclik Təşkilatını qurdu. Bu təşkilat Azərbaycanlı gəncləri milli ruhda tərbiyə etməyi hədəfləyirdi. Azadlıq ideyaları ilə yaşayan Rəsulzadə 1905-ci ilin inqilabından sonra Hümmət Təşkilatında çalışdı. Sosialist ideyaları ilə tanış oldu, lakin sonradan milli ideologiyaya üstünlük verdi. O, İrşad, Füyuzat, Tərəqqi kimi qəzet və jurnallarda publisistik məqalələrlə çıxış edirdi. Millətini tanıtmaq, maarifləndirmək və oyatmaq üçün qələmi silah kimi istifadə edirdi. Yazılarında tez-tez çağırış edirdi. Millət ayılmalıdır, millət dirçəlməlidir. 1908-ci ildə İran inqilabına dəstək vermək üçün Təbrizə getdi. Səttarxan və Bəqirxanla çiyin-çiyinə çalışdı. İran parlamentində çıxış etdi. Bu onun beynəlxalq aləmdə tanınmasına səbəb oldu. Lakin rusların təzyiqi ilə İrandan çıxarılaraq Osmanlıya sığındı. İstanbulda türk ocaqları və türk yurdu ilə əməkdaşlıq etdi. Pantürkizm və millətçilik ideyaları ilə tanış oldu. Onun yazıları bu ideyaların Azərbaycan cəmiyyətində yayılmasına səbəb oldu. 1911-ci ildə Bakıya qayıdaraq Müsavat Partiyasını təsis etdi. Partiya İslamçılıq, türklük və müasirlik prinsiplərini birləşdirirdi. Qısa müddətdə xalq arasında geniş dəstək qazandı. 1917-ci ildə partiya ciddi gücə çevrildi və Qafqaz müsəlmanlarının təmsilçisi oldu. 1918-ci il mayın 28-i Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu, bütün müsəlman şərqində ilk parlamentli respublika idi. Rəsulzadə Cümhuriyyətin ilk liderlərindən biri oldu. Dövlətin əsas ideoloji və siyasi memarlarından biri kimi tanındı. Qadınlara seçki hüququ, millətlər arası tolerantlıq, müstəqil parlament, universitetlər, beynəlxalq tanınma, bunlar hamısı cəmi 23 ayda baş verdi. Bu qısa müddətdə böyük işlər görüldü. Amma Cümhuriyyətin ömrü uzun olmadı. 1920-ci ildə Sovet ordusu Bakını işğal etdi. Rəsulzadə əvvəlcə həbs edildi, daha sonra Leninin əmri ilə azad olundu və ölkəni tərk etdi. Varşava, Berlin, Rumıniya və nəhayət Türkiyədə yaşadı. Orada Azərbaycan Milli Mərkəzini qurdu. Kitablar yazdı, beynəlxalq tədbirlərdə çıxış etdi. Ən tanınmış əsərlərindən biri Azərbaycan Respublikası və Çağdaş Azərbaycan tarixidir. 1955-ci ilin martın 6-sında Ankara yaxınlığındakı Güvən parkında həyatını itirdi. Ankaradakı əsri məzarlığında dəfn olundu. Azərbaycan müstəqil olduqdan sonra onun adı və ideyaları yenidən dirçəlməyə başladı. Onun adını daşıyan məktəblər, küçələr, heykəllər ucaldıldı. Məhəmməd Əmin Rəsulzadə ömrünün Azərbaycanın azadlığına həsr etmiş bir fikrin həngi idi. Onun ideyaları bugün də aktuallığını qoruyur. Əgər siz də belə dəyərli şəxsiyyətləri tanımaq istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və paylaşın. Bu, həyatımızı dəyişən insanlar kanalı idi. Görüşənədək.